Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda evdən meyit tapılıb. Xəbər verilir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib. 27 yaşlı Bibi xanım Təhməzovanın meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Mərhumun nədən öldüyü bilinmir. Araşdırma aparılır. Allah rəhmət etsin, əzizlərinə, yaxınlarına səbir diləyir. Yanvarın 2-si idi, rayona gedirdi. Nicat yarı yolda telefon zəngindən sonra maşından düşdü, ard-arda siqaret çəkdi. Maşına əyləşib, nə olub sualıma gözləri dolmuş şəkildə mən dostumu itirirəm dedi. Xəbər verilir ki, bu sözləri aktyor Nicat Rəhmovun xanımı Ülviyə Rəhmova sosial şəbəkədə yazıb. O, aktyor Azər Baxşəliyevin xəstəxanaya yerləşdirildiyi günü yaşadıqlarını bölüşüb. Söhbətin kimdən getdiyini dərhal anladım. Bizi otelə yerləşdirdi. Özü şəhərə geri döndü. 3 gün dayanmadan möcüzə gözləyib dua etdik. Ancaq sənin qəlbində, davranışlarında, danışığında, niyyətində mənfi heç tapa bilmədik. Amma kaş biraz da özünü sevərdin, kaş bu qədər mədəni və güclü olmazdın. Qeyd edək ki, Azər ötən ilin yanvarında uzun sürən böyrək çalışmazlığından dünyasını dəyişib.